mühüm bir mövzuya işarə edəcəm Allahın izni ilə. O bundan ibarətdir ki, nə üçün əsrlər keçir, Kərbəla unudulmur. Kərbəla qiyamı, Aşura inqilabı unudulmur. İmam Hüseyin əleyhissalamın bu müqəddəs qiyamı unudulmur. Əksinə ilbəil, illər ötdükcə, əsrlər keçdikcə dünya səviyyəsində artır, yayılır, rövnək tapır. Hansı səbəblər qoymur Kərbəlanı unudulmağa? Tarixə nəzər salsaq, tarixdə bir çox inqilablar olubdur. Amma unudulubdur. Bir çox faciələr olubdur. Soyqırımlar olubdur. Unudulubdur. Böyük müharibələr olubdur. İkinci Dünya müharibəsi, Monqolların hücumu, orta əsrlərdə baş verən faciələr unudulub, tarixdə dəfn olubdur. Kimsə bəli axtarıb tapıb müraciət edə bilər. Amma il dönümü olsun, insanlar tez-tez yad eləsin bu inqilabı, elə bir şey yoxdur. Nə üçün Kərbəla unudulmur? Birinci səbəb Allahın iradəsidir. Allah iradə edib ki, Kərbəla unudulmasın. Ən mühüm məsələ budur. Allah istəyib ki, Kərbəla qorunsun, qalsın və qalır. Məsələn, Allah istədi, su olmayan, yaşıllığı, ağacı olmayan Məkkə səhrası, Məkkə səhra idi də, elə bir yer olsun ki, insanlar Allahı yad etmək üçün ora toplansınlar və Allah hərəmi olsun ora. Və bu cürdə oldu. Məkkənin nəyi var? Nə o vaxtı suyu var idi, zəmzəm suyu yox idi ki. Nə yaşıllıqları indi də yoxdur. Amma Allah iradə etdi ki, bu cür olsun və oldu. Milyonlar hər il həccə, ömrəyə ora gedirlər. Allah iradə elədi ki, Həzrəti Musa dünyaya gəlməlidir. Firon nə qədər çalışdı gəlməsi. Hətta Həzrəti Musanın nütfəsi Fironun öz sarayının, belə deyək, içində, ətrafında münəqid oldu və Fironun sarayında böyüdü. Bilirsiniz nə deməkdir? Yəni Allah istəsə, olur. Allah da istəyib Kərbəla olsun. Unudulmasın bu qiyam, inqilab qalsın və qalır. Bu birinci səbəb. İkinci səbəb Kərbəlada olan ixlasdır. İmam Hüseyin əleyhissalamın ixlası. Kərbəla inqilabında ixlas yüksək səviyyədə idi. Öz pik nöqtəsində idi. Neçə günlər, gecələr danışılır, illərdir. Kərbəla şəhidlərinin ələl-xüsus İmam Hüseyin əleyhissalamın ixlasından. Həzrət xalis şəkildə hər bir şeyindən keçdi. Allaha xatir, Qurana xatir. Hər iş ixlasla olsa, Allah onu qoruyub saxlayır. Bu hərəkat, bu inqilab, bu qiyam ixlasla oldu. Xalis şəkildə Allaha görə oldu. Üçüncü səbəb, inqilabın rəhbəri böyük rol oynayır inqilablarda. Tarixə nəzər salsaq, dünyəvi hakimiyyət uğrunda olan inqilablara nəzər salsaq, görsən, inqilablar başqa şüardan olur, sonra təhrif olur. Müasir dövrümüzdə də bu son 100 illiyə nəzər salsaq, məsələn, Liviyada Müəmmər Qəzzafi necə, hansı şüarla inqilab elədi və sonra özü diktator oldu. Misal gətirirəm bunlara. Bəni Əbbas hansı şüarlarla inqilab elədi, qiyam elədilər, Bəni Üməyyəni çevirdilər, özləri nə oldular? Nümunələr bunlar, mən sizə deyirəm. Qiyamın rəhbəri mühüm rol oynayır. Kərbəla inqilabı, qiyamı nə üçün unudulmur? Çünki bu qiyamın rəhbəri İmam Hüseyin məsum imamdır. Allahın höccətidir, məsum imam. Bu əsas rol oynayır. Başqa qiyamlar nə üçün qalmadı? Kərbaladan sonra çox qiyamlar oldu. Nə üçün bu cür qalmır? Muxtarın qiyamı, Təvvabin qiyamı və s. Üçün onların rəhbəri məsum imam olmayıbdır. Və hansısa bir imamın birbaşa nəzarəti ilə olmayıbdır.
Üçüncü budur ki, imam məsum rəhbər inqilab ola. Dördüncü səbəb ki, Kərbəlanı unudulmağa qoymur, Kərbəlada iştirakçıların fərqli olması, belə deyək. Müxtəlif nəsillərdən, müxtəlif insanlardan təşkil tapıb bu Kərbəla məktəbi. Qocası Həbib ibn Məzahir, Südəmər balası Əli Əsqər. Çox maraqlı qiyamdır, inqilabdır. Hür hüküm adamlardan, təsirli insanlardan, Vəhəb kimi Məsihi gəlib, İslamı qəbul edib, bu cür şəhid olması, Züheyr ibn Qeyn ki, Osman məzhəb idi, gəlib Həzrəti qəbul edib, Kərbəla şəhidlərdən olması, bunlar mühüm rol oynayır bir qiyamın qalıcı olmasında, cavidan olmasında. Növbəti səbəb haqq mehvərində olmasıdır. Kərbəla inqilabı haqq bir qiyam inqilabı idi. Haqqın üzərində qurulmuşdu. İmam özü haqq idi və haqq olaraq qiyam etdi. Haqq həmişə qalır. Allahın iradəsidir. Hər şey ki haqdır, o qalmalıdır. Həqiqəti məhv eləmək olmur. İmam həqiqət uğrunda qiyam elədi. Həqiqəti də heç vaxt məhv eləmək olmur. Həqiqət həmişə qalır. Növbəti səbəb ki, Aşuranı qoruyub saxlayır, xanım Zeynəbin və İmam Səccad əleyhissalamın roludur. Kərbəlanı qoruyub saxladılar. Bu iki böyük şəxsiyyət, düzdür, xanım Zeynəb Kərbəladan sonra çox yaşamayıb, amma İmam Səccad əleyhissalam 34-35 il imamət edibdir. Kərbəlanın qiyamının hədəflərin, İmam Hüseyin əleyhissalamın o müqəddəs hədəflərin nəsildən nəsilə ötürdülər. Bəni Ümeyyə istəyirdi Kərbəlanı, Aşuranı hələ orada təhrif eləyə boğa, unutdura. İmam Səccad qoymadı, xanım Zeynəb qoymadı. Üsəra vaxtında şəhərdən şəhərə, Küfədə, yol boyu bütün şəhərlərdə insanlara xütbə eləyirdilər. Şamın özündə, əsarətdən qayıtdılar Mədinə-i Münəvvərədə. İmam Səccad əleyhissalam haqqında danışdıq. Ağlayaraq, nə rast gəlirdi, hansı bir şey, belə deyə, hansı bir bəhanə rast gəlirdisə, şərait olurdusa Kərbəlanı xatırladırdı. O gün xütbədə ərz elədi. Su verirdilər Həzrətə, Həzrət ağlayırdı. Yəbnə Rəsulillah, niyə ağlayırsan? Atam İmam Hüseyni susuz teşnə şəhid etdilər. Bir körpə görürdü, Həzrət Əli Əsqər yad edirdi. Xülasə, hər növ ilə bu iki şəxsiyyət Kərbəlanı unudulmağa qoymadılar. Növbəti məsələ bu məclislərdir. Səbəbdir, illərdir dünyanın, demək olar ki, hər bir şəhərində, ölkəsində İmam Hüseyin bayrağı sancılır, əza məclisləri qurulur. Həqiqətən təəccüblü bir məsələdir. Görürsən, belə bir məsələ var, Kərbəla kimi. İmam Hüseyin əzadarlığı kimi bir məclislər, belə bir məfhum, belə bir şey var ki, dünya səviyyəsində bütün millətlər qeyd eləsin. Ged Amerikaya məclis var, ged Britaniyaya məclislər var. Bütün qitələrdə məclislər var, bütün şəhərlərdə məclislər var. Təəccüblü məsələlərdən biri budur ki, hətta müsəlman olmayanlar belə Livanda, nə bilim Gürcüstanda, başqa yerlərdə əza məclisləri saxlayırlar. Xristiyanlar, o gün baxdım, Livanda əza məclisi qurublar. Hətta müsəlman olmayanlar belə İmam Hüseyin əza saxlayırlar. Bu məclislər Kərbəlanı qoruyub saxlayır. Biz məclislərin vasitəsilə Kərbəla inqilabını qoruyub saxlayırıq. Növbəti səbəb eşq idi. Kərbəlada eşq var idi. Kərbəla eşq məktəbidir. Bütün səhnələrində aşiqlər görünür. Eşq səhnələridir. Eşq unudulmur. Növbəti məsələ əxlaqi dəyərlərdir. Kərbəla böyük əxlaq məktəbidir. Kərbəla
hər cəhətdən nümunədir. Buna xatir fəqət bir nəfər imam oldu ki, buyurdu, Ləkum fiyyə üsvə, mən sizlər üçün nümunəyəm. Ona görə unudulmur.